Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü dərsimiz uzunluq vahidləridir, çevrilmələr, ölçmələrdir. Baxın uşaqlar, biz aşağı siniflərdə uzunluq vahidləri ilə tanış olmuşduq. Gəlin biz də onları təkrarlayaq. Kiçikdən böyüyə bilirik ki, 1 kilometr 1000 metrdir, 1 metr 10 desimdir, 1 desimetr 10 santimetrdir, 1 santimetrdir 10 millimetrdir. Və əgər desək ki, kilometrlə desimetrin arasında neçə pozisiya var, neçə addım var? Burada 3, burada 1. Yəni 3, bu da 1, 4. 4 addım var. Desək ki, metrlə desimetrin arasında nə qədər addım var, neçə pozisiya var? 1 pozisiya var, yəni 10. Gördüyümüz kimi bir addım var. Desimetrlə millimetrin arasında neçə addım var uşaqlar? 2 dənə addım var. Və s. Gəlin indi çevrilmələrə baxaq. 0,35 kilometri metrə çevirmək lazımdır. Bunun üçün uşaqlar bu qaydanı yadda saxlayın ki, kilometr metrdən böyükdür. Böyük birinci gəlirsə, böyükdən kiçiyə çeviririksə, gəlin onu yazaq, bax, belə bir şeylə eləyək. Böyükdən kiçiyə çevirəndə neyniyəcəyik? Vuracağıq, uşaqlar. Burada santimetri desimetrə, yəni kiçikdən böyüyə. Kiçiyidir, çevirmək lazımdır böyüyə, ondan böləcəyik. Çünki ədədi kiçiltmək üçün bölürük, böyütmək üçün vururuq da, bilirsiniz. Gəlin baxaq, 0,35 kilometri metrə çevirmək üçün kilometr böyükdür, ona görə vururuq. 0,5 böyüdürük. Nə qədər böyüdürük? Kilometrlə metrin arasında neçə pozisiya var? 3. Görürsünüz? 3. Yəni 3 addım var. Gəlin 3 addım biz vergülü sağa ataq. Olacaq 1, 2, 3. Yəni 35 metr. 875 metri isə santimetrə, yəni böyükdən kiçiyə. Yenə vuracağıq. 875 metri, metrlə santimetrin arası nədir? Gəlin baxaq. Metrlə santimetrin arası 2 addımdır. Deməli, bunu 2 dənə yanına 0 əlavə eləyəcək. Yəni 100-ə vuracağıq. Olacaq 87.500 santimetr. 3'ten %12 metri millimetre çevirmək lazımdır. Metrlə millimetrin arasında nə qədər addım var, neçə pozisiya var? Əlbəttə ki, metrlə millimetrin arasında 3 dənə pozisiya var, 3 addım var. Ona görə biz 3 addım atacağıq vergülü sağa. O da olacaq 312, 1, 2, bir dənə də 0 əlavə eləyəcək, 3120 millimetr olacaq. 64 santimetri desimetrə çevirmək lazımdır. Burada artıq kiçiyi böyüyə çeviririk. Kiçiyi böyüyə çevirəndə nə edirik uşaqlar? Bölürük. Çünki ədədi kiçiltmək lazımdır. Bax, kiçiyi böyüyə çevirəndə bölürük. Neçəyə böləcək? Santimetrlə desimetrin arası nədir? 1 addımdır, düzdür? Deməli, bunu böləcəyik 10-a. O da eləyəcək 6,4 desimetr. Santimetri metrə çevirmək lazımdır. Bunların arasında 2 addım var. Deməli, santimetri kiçik olduğu üçün böləcəyik. Bunu bölürük 100 olduğu üçün, 1 metr 100 santim olduğu üçün 2 addım. Yəni 1, 2, 34 tam, onda 9, 0 bilirsiniz ki, vergüldən sonra yazılmır. Metr olacaq. 9900 desimetr neçə kilometrdir? Baxın, kiçikdən böyüyə, yəni böləcəyik bunu. Neçəyə böləcəyik? Desimetrlə kilometrin arası nədir? Baxın, kilometrlə desimetrin arası 3, bu da bir 4'dür. Deməli, bunu 4, 10 minə böləcəyik, 4 addım sola gedəcək. O da olacaq 1, 2, 3, 4. 0'dan %99 sıfırlar yazılmır, bilirsiniz. Çünki vergüldən sonra 0 hesaba alınmır. Deməli, 0'dan %99 kilometrə çevirdik. İndi bura baxaq. 0'dan deməli %27 kilometr metrə çevirmək lazımdır. Burada nədir uşaqlar? Böyük. Böyüyü kiçiyə çeviririk. Böyüyü çevirəndə nə edirik? Vururuq. Deməli, neçəyə vuracaq? Kilometrlə metrin arası 3 addımdır. Bunu vuracağıq 1000'ə. Gəlin vuraq. 1, 2, bir addımda 270 olacaq. 270 metrdir. 82,5 desimetri santimetre. Desimetr böyükdür, santimetr böyükdür. Əlbəttə ki, desimetr böyükdür. Böyükdən kiçiyə.
Deməli, böyükdən kiçiyə keçirdiyimiz üçün biz onu neyəcəyik? Neçə addım var aralarında onların? 10-dur. Düzdür, bir addım var. Bunu biz vuracağıq, olacaq 825 santimetr. İndi bu misala baxaq. 1,1075 metri biz millimetrə çevirəcəyik. Böyüyü çeviririk kiçiyə. Baxın uşaqlar, böyüyü çevirəndə onu vururuq. Neçəyə vuracaq? Metrlə millimetrin arası nə qədərdir? 3 addımdır, düzdür? Baxın, metrlə millimetr 1, 2, 3. 3 addımdır. Deməli, biz onu minə vuracağıq. 1, 2, 3. 7-dən sonra biz nə eləyəcəyik? Vergülü qoyacaq. Çünki 3 addım gəldi. 5-i də yazaq, olacaq 1007,5 millimetr. İndi belə bir misala baxaq. 5-də 2 metr neçə santimdir? Gəlin birinci baxaq görək ki, metr, 1 metr neçə santimdir? 100, düzdür? Gəlin 5-də 2-ni 100-ə vuraq. Axı metr 100 santimdir. Bunları ixtisar eləsə 20 olacaq, düzdür? 20-ni də vururuq 2-yə, alırıq 40 santimetr. Deməli 5-də 2 metr. Əslində 5-də 5 1 metrdir. Bilirik ki, bizə 5-də 2, 5-də 5-in 5-də 2 hissəsi lazımdır. Yəni 5-də 5 20-dirsə 5-də 2, 2 dənə 20, 40 santimetr alırıq. Keçək bu misala. 50-də 21 desimetr neçə millimetrdir? İndi gəlin baxaq, 1 desimetr neçə millimetrdir? Desimetrlə millimetrin arasında 2 addım var. Baxın uşaqlar, desimetr millimetrin arasında 2 addım var. Deməli 100-dən söhbət gedir. Gəlin 50-də 21-i 100-ə vuraq. Bunlar ixtisar olunur. Burada qalır 2. Vursaq 21-ə cavab alacaq 42 millimetr. Deməli 50-də 21 desimetr 42 millimetrdir. Keçək bu misala. 4-də 3 metr neçə millimetrdir? Metrlə millimetrin arasında nə qədər addım var, neçə addım var? Əlbəttə ki, metrlə millimetrin arasında 3 addım var. Düzdür uşaqlar? Deməli, mindən söhbət gedir. 3 addım, 3 pozisiya, yəni mindir. Gəlin 4-də 3-ü vuraq minə. 100-ü bölsək 4-ə 25, yanına da bu 0 qoysaq 250, 3 dəfə vursaq eləyəcək 750 millimetr. Deməli 4-də 3 metr 750 millimetrdir. Bu misala baxaq, 5-də 3 metr neçə santimetrdir? Metrlə santimetrin arası 2 pozisiyadır, yəni 100-dən söhbət gedir. 5-də 3-ü vuracaq 100-ə, 100-lə 100-ü 5-ə böldük. Neçə elədi? 20, 20-ni də 3-ə vursaq 60 santimetr alarıq. Deməli 5-də 3 metr 60 santimetr. Yəni 5-də 5 bu 1 metrdən söhbət gedir. O 1 metr yox, onun 5-də 3 hissəsi 60 santimdir. 4-də 3, belə bir misal var ki, 4-də 3 120 santimdir. Deməli 4-də 4 tamı tapmaq lazımdır. Onun üçün nə edəcəyik uşaqlar? Əlbəttə ki, 4-də 3-ü biz nə edirdik həmişə? Kəsirdə məxrəcə bölüb surətə vururduq. İndi əgər 4-də 3 hissəsi 120-dirsə, onda tərsinə məxrəcə yox, surətə bölüb məxrəcə vuracaq. Böldük surətə, 120-ni surətə bölsək, vursaq məxrəcə, alacağıq. Bunu bölsək 40, 40-ı da vurduq 4-ə, olacaq 160. Deməli 4-də 4 160-dır, 4-də 3 isə 120-dir. 8-də 5 45 desimetrdirsə, onda 45-i biz məxrəcə yox, bu dəfə surətə yenə böləcəyik, vuracaq deməli məxrəcə. O da olacaq 45-i böldük 9, 9-u da 8-ə vursaq 72. Deməli 8-də 8 72-dir, 8-də 5 isə 45 desimetrdir. Bu qədər uşaqlar. Ümid edirəm başa düşdünüz. Bu bizim birinci hissəmizdir. İkinci hissədə mən daha geniş toxunacağım. Burada nə kvadrat var, nə kub var. Çalışın, bir neçə dəfə videoya baxın. Hər şey sizə aydın olacaq. Uğurlar arzulayıram. Sağ olun.